Gələcəyin mühəndislərinin yetişdiyi məkandır bura. Bəli, söhbət ölkənin ən innovativ təhsil ocaqlarından biri sayılan Bakı Mühəndislik Universitetindən gedir. 2025-ci ildən data analitikası ixtisası üzrə tələbə qəbulu həyata keçirmişik və bu il daha bir yeni ixtisas üzrə proqram təminatı mühəndisliyi ixtisası üzrə kadr hazırlığına başlayırıq. Eyni zamanda da magistratura ixtisasında yeni ixtisaslar üzrə kiber təhlükəsizlik, bulut təhlükəsizliyi və informasiya texnologiyalarının ixtisaslaşmaları üzrə bir sıra ixtisaslarda yeni qəbul aparmışıq. Bakı Mühəndislik Universitetində 4-cü kurs üzrə kompüter elmləri tələbəsiyəm, prezident təqaüdçüyəm və universitetə 691 balla daxil olmuşam. İxtisasımın tələblərinə uyğun olaraq biz balanslı şəkildə həm riyaziyyat, həm də proqramlaşdırma dərsləri alırıq. Tədris proqramımız müasir standartlara uyğun bir proqramdır. Mən Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İnha Universiteti arasında aparılan 2 il diplom proqramında IT tələbəsiyəm, 3-cü kurs oxuyub təhsil alıram. Və mən bu ixtisasa, bu proqrama 642 balla qəbul olmuşam. Burada IT sahəsinin müxtəlif yönlərini, müxtəlif qollarını öyrənirik. Bunlara məsələn misal kimi göstərə bilərəm ki, süni intellekt aid müxtəlif dərslər almışıq. Bundan əlavə olaraq kiber təhlükəsizlik, kompüter şəbəkələri kimi dərslər sayəsində də datanın, məlumatın necə qorunduğunu, bu kimi texnologiyaları yiyələnirik. Bura yeni açılan laboratoriya otaqlarından sadəcə biridir. Ümumilikdə Bakı Mühəndislik Universitetində 20-yə qədər laboratoriya otaqları mövcuddur. Bu da tələbələrə nəzəri biliklərini praktiki şəkildə göstərməyə şərait yaradır. Laboratoriyada həm də tələbələrlə bərabər tədris keçmə imkanımız var. Hər bir aparatın texniki göstəricilərini onlara öyrətmə imkanımız var ki, bu da laboratoriyanın öz potensialını göstərir. Ən önəmli faktorlardan biotexnologiyada burada horizontal şkaf var ki, həmin şkafın hiper havalandırma funksiyası var ki, hiper funksiyası var ki, o mühitin kontamin olmasının, yəni yoluxmasının qarşısını alma özəlliyinə malikdir ki, biz də burada tədqiqatlarımızı apara bilirik. Eyni zamanda bu ildən etibarən biz artıq işıq mikroskopları ilə paralel olaraq fluoresent mikroskoplardan da istifadə edəcəyik. Fluoresent mikroskoplardan istifadə həm tələbələr üçün xərçəng hüceyrələrinin əsas təyin edicisi olmaqla tələbələrə və həm də tədqiqatçılara həmin hüceyrələri vaxtında aşkar eləmək və yaxud hazır slaydların tərkibində xərçəng və ya xərçəngə səbəb ola biləcək hüceyrələri görməyə imkan verəcək. Bu, gənc biotexnoloqlara imkan verəcəkdir ki, eyni tədqiqatları sonradan müxtəlif mikroorqanizmlərə tətbiq etməklə həm insanların sağlamlığının keşiyində duracaq, həm də düzgün profilaktik tədbirləri təşkil etməyə imkan verəcək biliklərə yiyələnsinlər. Hal-hazırda Kimya Mühəndisliyi kafedrasının nəzdində fəaliyyət göstərən mühəndislik laboratoriyasındayıq və bu laboratoriyada 11-12 ədəd qurğu var ki, orada istehsalatda tətbiq edilən texnologiyaların kiçik modelləri qurulmuşdur. Burada ayrılma proseslərindən tutmuş korroziya və digər sənayədə olan proseslər tələbələrimizə öyrədilir. Hal-hazırda gördüyünüz kimi burada 3-cü kurs tələbələri müxtəlif cihazlar üzərində həmin o təcrübələri aparırlar. Məsəl üçün, çörək qırıntılarından etanolun sintezi hal-hazırda tələbələrimiz tərəfindən icra edilir. Hətta bir məxfi patent alınmışdır və bu da partlayıcı birləşmələrin sintezinin laboratoriyada ilkin şəraiti analiz aparılıb və Müdafiə Sənayesi Nazirliyinə təqdim edilmişdir. Hal-hazırda 2-3 proje üzərində tədqiqatlar davam edir. Bunlardan biri raket yanacağıdır, digəri isə adlarını çəkmək istəmirəm. Sirr olaraq digər partlayıcı birləşmələrin sintezindən bağlıdır. Yəni, Azərbaycana biz alimlər, tələbələrimizlə, elmi tədqiqat işlərlə birlikdə lazım olan sənaye məhsulu birləşmələrin sintezini
mən deyərdim ki, yerinə yetirməyə qadirik və bu işlərdə davam etdirəcəyik. Hal-hazırda biz laboratoriyada korroziya qurğusunu işləmişik. Burada elementar olaraq sadə bir qurğudur. Biz müxtəlif kolbalarda müxtəlif eksperimentlər qoyaraq orada bir məhlul hazırlayırıq və məhlula müxtəlif metal maddə yerləşdiririk. Eyni zamanda biz müşahidə edirik ki, məsələn, duzlu suda korroziya necə baş verir, adi suda necə baş verir, elektrik məhlulda necə baş verir və yaxud da ki, pH səviyyəsi 2 olan məhlulda, pH səviyyəsi 9 olan məhlulda korroziya necə baş verir. İstilik elmləri laboratoriyasıdır ki, burada ölkədə baş verən bütün texniki proseslərdə istifadə olunur. Hal-hazırda bizim yandığımız laboratoriyada müxtəlif tədqiqat işləri aparılır. Sənayenin elə bir sahəsi yoxdur ki, orada istilik çevirmələri baş verməsin. Enerji çevirmələrindən istifadə olunur, xüsusi olaraq buxarın alınmasına. Baxdığımız bizim laboratoriyamızda enerji çevirməsi baş verir. Demək, mayenin enerjisi, mexaniki enerjiden elektrik enerjisinin alınması prosesi baş verir. 3-cü kurs tələbəsi mexanika mühəndisliyi, 2-ci Qarabağ müharibəsi veteranı, 2-ci təhsil alıram. Füzuli, Qubadlı, Cəbrayıl istiqamətlərində döyüşlərdə iştirak etmişik. Hər üç medalla və müharibə iştirakçısı medali ilə təltif olunmuş. Birinci ixtisasım yol hərəkətini təşkil edib Bakı Neft Energetika Kollecini 2011-2015-ci illərdə bitirmişəm. Özümdə mühəndisliyə marağım var idi. Buna görə də özümü yoxladım, sınadım və qəbul oldum universitetə. Mexanika mühəndisliyi fakültəsində oxuyuram. Hal-hazırda qaynaq prosesində laboratoriyasındayıq. Maraq əslində mənim daimdən yaranıbdır. Yəni daim özü də mexanikdir. Mexanik deyəndə daha doğrusu maşın ustasıdır. Yəni onunla əlaqəli idi. Onun yanında işləyəndə falan maraq yarandı buna. Hər il dünyada və Azərbaycanda minlərlə ton çörək tullantısı artıq qalır. Biz çörək tullantılarının utilizasiyası və sıfır itki ilə dairəvi iqtisadiyyat modeli yaratmışıq. Fermentasiya üsulu ilə çörək tullantılarından etanol, gübrə və karbon qazını əldə edirik. Bakı Mühəndislik Universitetinin Texnoparkı 2017-ci ildən aktiv fəaliyyət göstərir. Bu Texnopark universitetlər arasında ilk universitet daxili texnoparkdır. Hal-hazırda startup portfelinə gəldikdə universitetimizdə 40-dan çox startup fəaliyyət göstərir. Bu startuplar təhsil texnologiyaları, yaşıl texnologiyalar, aqrar texnologiyalar və həmçinin yenilikcə maliyyə texnologiyaları sahəsində bizdə yeni layihələr formalaşır. Göründüyü kimi, müasir təhsil artıq sadəcə kitablardan ibarət deyil. İnnovativ yanaşma və yeni texnologiyalar gənclərin qarşısında yeni üfüqlər açır. Bu da ali təhsildə keyfiyyətin daha da artırılmasına xidmət edir.